bizim qadınlarımız, xanımlarımız bir müddətdən sonra ana olduqdan sonra özəlliklə də xanımlıqlarını itirirlər. Ana olaraq da öz fədakarlıq, öz emosiyalarını, öz hisslərini övladlarına, ailəsinə qurban verməyə başlayırlar. Bu möhtəşəm bir duyğudur, möhtəşəm bir hissdir. Amma ana başqa bir vəzifədir. Qadınlıq başqa bir vəzifədir. Bizim xanımlarımız isə analıqla qadınlığı ikisi bir arada eləməyə çalışırlar. O da almır. Bir bəyə analıq eləyə biliriksə, demək ki, o bəyə xanımlıq eləyə bilmirik. Əgər xanımlıq eləyə bilmiriksə, o bəy nə edəcək? Zaten o bəyin bir dənə anası var, ikinci bir anaya ehtiyacı yoxdur. Və o nə edəcək? Başqa bir xanım axtarışına çıxacaq. Və bu da gələcəkdə nə olacaq? Xanımların ailələrində yaranan problemləri gətirib çıxardacaq, xanımlarla bəylərin arasında olan bir münasibət soyuqluğuna gətirib çıxardacaq, evdə uşaqlar üçün yaşayan iki dost yaşayış tərzinə gətirib çıxardacaq, bir-biri ilə heç ünsiyyət qurmayan, daha çox telefonla, dostu ilə, patrukası ilə ünsiyyət quran iki evdə fərd kimi gətirib çıxardacaq. Bunun da ən böyük problemi səbəbləri həm bəylərdədir, həm də xanımlardadır. Xanımlarda ona görədir ki, baxın, kişilərdə bir özəllik var ki, kişi öz egosunu tətmin eləmək istəyir, kişilik egosunu tətmin eləmək istəyir. Bunu da kim elətdirəcək? Qadınlar. Əgər bir qadın yanındakı bəyə öz kişilik egosunu tətmin elətdirməyi bacarmırsa, o bəy o xanımın yanından gedəcək, başqa birisinin yanında o egosunu tətmin olmağa çalışacaq. Ya bu dostlarının yanında olacaq, ya bir başqa bir xanımın yanında olacaq, ya hansısa bir çayxanada olacaq, ya hansısa bir pis vərdişlə olacaq. Öz egosunu tətmin eləməyə çalışacaq, öz egosunu insanlara göstərməyə çalışacaq, özünün kişiliyini sübut eləməyə çalışacaq. Əgər bir qadınlarımız xanımlıq eləyə bilmirlərsə ki, hal-hazırda böyük bir əksəriyyət qadınlar başlayır, kişi kimi olmağa başlayır, bütün kişi işlərini görməyə başlayır ki, bu da gələcəkdə yanında olan bir bəyə sən mənə lazım deyilsən, mən sənsiz də bunu bacararam düşüncəsini formalaşdırır və onun egosunu, onun kişiliyini azaltmağa başlayır, kişiliyinə olan inamını, özünü sübut eləmək istəyini qulaq ardına vurur, göz ardına vurur və yaxud da qəbul eləmirəm deyərəkdən o kişiləri yanından uzaqlaşdırır.